Əziz müəllimlər, şagirdlər və buraxılış imtahana hazırlaşan abituriyentlər, sizə Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi ən yeni imtahan modelinə uyğun hazırlanmış yeni 8-9-cu sinif test toplusunu təqdim etməkdən qürur duyuruq. Bu vəsaitin Azərbaycan və Rus bölmələrində oxuyan, buraxılış imtahana hazırlaşan bütün 8 və 9-cu siniflər üçün ən yeni modelə uyğun ən ideal vəsait olduğunu əminliklə deyə bilərik. Bu test toplusunda 25 bölmə, yəni 25 unit və əlavələr verilmişdir ki, bunlara irəli dəqiqələrdə daha ətraflı nəzər yetirəcəyik. Vəsaitimizin hər bölməsinin ilk hissəsində dinləmə mətnlərinin suallarına yer verilmişdir. Dinləmələr Dövlət İmtahan Mərkəzinin 9-cu sinif buraxılış imtahanı üçün müəyyənləşdirdiyi ən yeni imtahan modelinə uyğun hazırlanmışdır və hər dinləmə 4 sualdan ibarətdir. Dinləmələrdə fərqli, yerli və universal maraqlı mətnlərinin yer alması kitabın sıxıcı olmasının qarşısını alır. Hər bir unitin başlanğıcında sağ, üst kənarda yer alan QR kodu oxudaraq həmin unitdəki dinləmə mətninə keçid edə bilərsiniz. Bu kitabı digər vəsaitlərdən fərqləndirən cəhətlərindən biri də hər bir dinləmə mətninin əvvəlində nisbətən çətin sözlərin verilməsidir ki, şagird dinləmə tapşırıqlarını yerinə yetirmədən əvvəl bu sözlərdən bildiklərini təkrarlaya, bilmədiklərini öyrənə bilər. Bu da öz növbəsində şagirdin söz ehtiyatının artmasına da öz təsirini göstərir. Bu sözləri cədvəldə verilən səhifəyə gedərək lüğət hissəsindəki transkripsiyası, ingiliscə açıqlaması, yəni definitionu, Azərbaycanca və Rusca tərcüməsi ilə birlikdə tapa bilərsiniz. Bütün unitlərin sonunda dinləmələrin mətnləri, yəni audio skriptlər verilmişdir. Hər bölmənin ikinci hissəsində short text, yəni atalar sözü, məktub, dəvət, elan, reklam, bildiriş və sair xarakterli qısa mətnlər yer almışdır. Bu qısa mətnlərdə yer alan atalar sözləri, birləşmələr, idiomlar, deyimlər və s. kitabın sonlarında ayrıca lüğətdə oxunuşları, ingiliscə açıqlamaları, Azərbaycanca və Rusca tərcümələri ilə birlikdə verilib. Bölmələrin 3-cü hissəsində bir-birindən maraqlı oxu mətnlərinə, readingə yer verilmişdir. Oxu mətnlərinin hər biri 9-cu siniflər üçün müəyyən edilmiş, ən yeni imtahan modelinə uyğun olaraq 5 suallı tərtib edilmişdir. Bu yeni modeldə əvvəlki modellərdən fərqli olaraq yazı tipli açıq suallara yer verilməmişdir. Hər bir oxu mətninin solunda həmin mətndəki nisbətən çətin sözlər seçilib göstərilmişdir. Eynilə dinləmə mətnlərində olduğu kimi bu sözləri altında qeyd edilən səhifəyə gedərək oxu mətnlərinin lüğət hissəsində transkripsiyası, ingiliscə açıqlaması, Azərbaycanca və Rusca tərcümələri ilə birlikdə tapa bilərsiniz. Hər bir unitin 4-cü hissəsində qrammatika testlərinə yer ayrılıb. Hər bölmədə 13 qrammatika sualı yer almışdır. Bu suallar Dövlət İmtahan Mərkəzinin proqram əsasında hazırlanmışdır. Hər unitin son sualı şəkil təsviri ilə bağlıdır. Yeni imtahan modelində yer alan suallardan biri olan şəkil təsviri, suallarına, yazıla biləcək nümunə cavablarına vəsaitin cavablar bölməsində tanış ola bilərsiniz.